Sizə qarşı sürülən ittiham, dələduzluq, səlahiyyətdən sui-istifadə, etibardan sui-istifadə və bu gün həmin prosesə geriyə baxanda ən böyük ibrət dərsiniz nə oldu? Mən illərdir deyirəm ki, bu adam tabeliyində olan adamları söyür, təhqir eləyir və bunu yazmışam da. Və bu da cənab prezidentə məruz olundu və prezident çox onun barəsində haqlı qərar qəbul elədi. Və ilahi ədalət gəldi, öz yerini tapdı. İctimaiyyətə üst tutub sistemi tənqid edənlər sistemin içinə girəndə dəyişirlər demisiniz. Sizcə sistem insan dəyişir, yoxsa insan sistemə uyğunlaşmaq üçün dəyişir? Bəzən elə işlər olurdu ki, orada insanın vicdanı sızıldayır. Amma sən faktiki qərar qəbul etmək məsuliyyətinin altına girirdin və məcbur idin ki, o qərarı qəbul eləyəsən. Qarşılaşdığınız ən çətin iş hansı olub? Bunların hamısının axırı uçurumdur. Yəni bu dırnaqarası qaqaş söhbətləri, nə bilim dırnaqarası razborkalar, dəfələrlə demişəm, nə bilim oğru qanunları, ideyalar, bunlar boş havadır hamısı. Salam, mən Hüseyn Naim təqdimatında üzləşməyə baxırsınız və bugünkü qonağım keçmiş müstəntiq, detektiv yazar. Salam, xoş gəlmisiniz. Hər vaxtınız xeyir. Özünüzü qısaca təqdim edin. Müşfiq Abbasov, uzun müddət prokurorluq orqanlarında mühüm işlər üzrə müstəntiq işləmişəm. Hazırda detektiv yazıçılığına məşğulam. İlk öncə aydınlaşdırmaq istəyirəm ki, ümumiyyətlə müstəntiq kimdir və hansı işlərdən məsuldur? Müstəntiq ibtidai istintaqa aparan şəxsdir. Adətən görürsən ki, amma müstəntiqlər arasında zarafatla belə deyirlər ki, müstəntiq fəhlədir. Yəni istəyir prokurorluqda, istəyir polisdə ən çox əziyyət çəkən şəxs, prosessual şəxs müstəntiqdir. Və müstəntiq cinayət prosessual məcəllənin tələblərinə uyğun olaraq cinayət işi başlayan, cinayət işinin istintaqına aparan, onu məhkəməyə göndərən, sübutlar kifayət etmədikdə cinayət işinin materiallarını xitam eləyən prosessual şəxsdir. Biz müstəntiq anlayışını bu cür qəbul edirik. Və necə oldu ki, müstəntiq oldunuz və bu proseslər təhsil, işə başlayana qədər olan mərhələ? Valla mən Tovuz rayonunun Əyublu kəndində orta məktəbi qurtarmışam. Orta məktəbin artıq 6-cı, 7-ci siniflərində mən qarşıma məqsəd qoymuşdum ki, mən prokurorluq işçisi olacam. Və bütün dərslərimi də, bütün əziyyətimi də bu istiqamətdə formalaşdırdım. Və qarşıma məqsəd qoydum ki, və prokurorluğun müstəntiq olacam. Və sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Oranı qırmızı diplomdan qurtardım. Bakalavr, ardınca magistratura pilləsini və sonra prokurorluq orqanlarına keçirilən test imtahanında 600 nəfər imtahan verdik və onlardan 32 nəfər prokurorluğa qəbul olundu. Yəni 20 nəfərdən birini prokurorluq orqanlarına qəbul elətdilər. Neçənci il idi bu? 2005-ci ildə. 2005. Və həmin 32 nəfərdən biri də mən idim. Və bundan sonra da düz 13 ilə qədər Respublika prokurorluğunda müxtəlif vəzifələrdə xidmət etdim. Bayaq bir kəlmə istifadə ediniz, fəhlə işi məsələsində ki, bu çox güman ki, bu iş rejimi ilə əlaqədardır da, yəqin ki, siz bağlı olursunuz və belə bir deyim var ki, müstəntiqlərin 8 saatlıq iş rejimi yoxdur. Onlar iş vaxtı olaraq 24/7 işləyirlər. Və bilmək istəyirəm ki, bu peşə insan psixologiyasını necə dəyişir? Yəni sərtləşdirir, yoxsa laqeydləşdirir, yoxsa gücləndirir? Hansı insanın psixologiyasını hansı tərəfə aparır? Hüseyn müəllim, tamamilə haqlısınız. Yəni o qanundadır ki, müstəntiq 8 saat işləməlidir. Amma əslinə qalanda müstəntiq 24 saatın istənilən saatını işə cəlb oluna bilir və doğrudan da işləyir. Mənim yadıma gəlir, mən Tərtər hərbi prokurorluğunda işləyəndə bizim müstəntiqlərdən biri bəzən işdən sonra məscidə namaz qılmağa gedirdi. Orada da prokurorluqla məscid üzbəüz idi. Yolun bir tərəfi hərbi prokurorluğu idi, digər tərəfi məscid idi. Bu, ora namaz qılmağa gedən müstəntiqi bir neçə dəfə prokuror axtardı. Dedilər ki, bəs namaz qılmağa gedib işdən sonra.
Axırda bir gün prokuror onun yanına çağırdı. Dedi, ya sən o binanı seç, ya bu binanı seç. Yəni mahiyyət etibarilə, yəni müstəntiq istənilən vaxtı operativ şəkildə axtarılır. Onun telefonuna zəng çatmaması, onun hardasa özünə şəxsi zaman ayırması bu iş prosesindən sonra gəlir. Onun əsas fikri, əsas qayəsi işlə bağlıdır. Ona görə də 24 saatın hamısında belə qəbul eləyək ki, müstəntiqin mobil telefonu açıq olmalıdır. Gecə, gündüz istənilən vaxt onu axtara bilirlər. Biz məsəl üçün mən özümü götürürəm ki, gecə saat 2-də, 3-də bir də gördün hadisə baş verirdi, növbətçi zəng eləyirdi ki, prokuror səni axtarır. Və sən dururdun, gedirdin prokurorluğa, hansısa bir ağır hadisə olub. Ola bilməzdi ki, prokuror kiməsə zəng eləsin, o mobil telefonuna zəng çatmasın. Bu müstəntiq ona görə də qəbul olunub ki, istintaq aparan şəxs, müstəntiq hüquq mühafizə orqanlarının fəhləsidir. Yəni istənilən vaxtda onlar iş rejiminə cəlb olunurlar və onların doğrudan da işi çox ağırdır. Və bu iş rejimi təbii ki, hüquq fakültəsinin tələbəsi istəyir prokurorluqda, istəyir polisdə, müstəntiq kimi işə başlayanda artıq o dərk eləyir ki, artıq partadan aralanıb və müstəqil bir işdir və burada çox ciddi məsuliyyət var. Və zamanla o başlayır möhkəmlənməyə. Təbii ki, ilk işə başlayanda cavan müstəntiqləri tənqid eləyəndə olur, ona yol göstərəndə olur, düz yol göstərəndə olur, əyri yol göstərəndə olur. Zamanla artıq peşəkarlıq müstəntiqdə formalaşır. Və müstəntiq qəbul eləyək ki, artıq işinin peşəkarı olanda artıq o həm də çox möhkəmlənir. Mənim məsəl üçün yadıma gəlir, biz 4 nəfər stajyor müstəntiq getmişdik Tərtərə. Bir neçə gündən sonra dedilər ki, bəs ermənilər bir nəfər əskərimizi şəhid eləyib. Orada da qayda necə idi? Hətta erməni tərəfindən atəş açılıb şəhid olsa belə prokurorluq mütləq hadisə yerinə çıxırdı. Və cinayət işi qaldırılırdı ermənilərin barəsində. Bəzən də görürdün ki, erməni adınla əskər məsəl üçün deyirdilər ki, qətlə yetirilib, amma çıxıb araşdıranda görürdün ki, bu özümüz tərəfindən olub bu hadisə və ya hansısa əskərin əlində açılıb olub, bədbəxt hadisə. Ona görə də prokurorluq mütləq hadisə yerinə çıxır. Biz bir işə çıxdıq, bir neçə gün idi. Sonra morqa gəldik, meyit yarılan yerə və orada məsəl üçün meyitin yarılma prosesi başlayanda müstəntiqlərimizdən biri özünü çox pis hiss elədi və onu qolundan tutdular, çölə çıxartdılar. Amma bu proses davamlı olaraq getdiyinə görə bir müddətdən sonra artıq bu müstəntiq üçün bu meyit yarılma prosesi də adiləşir. Və mən buna deyərdim ki, bu laqeydlik deyil. Bu sadəcə olaraq dözümlükdür. Artıq onun əsəbləri də, onun iş prosesindən irəli gələrək artıq belə deyim ki, tam o işə köklənir və bu laqeydlik yox, dözümlüklə şərtlənir bu amil. Və sizcə cəmiyyətdə niyə müstəntiq və prokuror obrazı avtomatik olaraq qorxulu və haqsızlığın simvolu kimi qəbul olunur? Baxın, bu biraz da həmin orqanların öz günahıdır. Niyə mən deyirəm? Bu dəqiqə müstəntiq adı gələndə sanki cəmiyyətdə belə bir fikir formalaşdırılıb ki, burada ədalətsizlik baş verəcək. Realda isə elə deyil. Bu biraz da təbliğatla bağlı məsələdir. Bir faktı mən məsəl üçün izah eləyim sizə. Gəncədə bir hadisə olmuşdu bu yaxından. Bir 11-ci sinif şagirdinin ölməsi ilə bağlı. Hansı ki, binanın aşağısında o şagird tapıldı. Bu yaxınlarda. Və cəmiyyətdə çox böyük əks-səda doğurdu ki, bunu döyüb öldürüblər. Yadınıza gəlir bu hadisə. Və orada hadisə yerini müayinə etdikdən sonra hüquq mühafizə orqanlarında bir müddət sanki açıqlama vermədilər, durğunluq yarandı. Amma reallıqda hüquq mühafizə orqanları, o işi aparan müstəntiqlər bilirdilər ki, bu adam binadan düşmə nəticəsində bu xəsarət alıb. Amma bunu cəmiyyətə açıqlamırdılar. Çünki cəmiyyətdə həmin vaxtı var idi də, biraz jurnalistlərin falan insanların Bilirsiniz niyə yarandı? İlkin gündən
birinci gündən açıqlama verilsəydi ki, bu binadan yıxılma və yaxud intihar faktıdır, cəmiyyət ona belə kəskin reaksiya verməyəcək. Bu bir müddət susqunluq yarandı. Müəyyən adamlar, dövləti sevməyən, polisi sevməyən adamlar başladılar bundan istifadə edib danışmağa. Və son nəticədə bu nəyə gətirib çıxardı? Valideyn narazılığına, kütlənin narazılığına, sosial şəbəkələrdə bunun müzakirəsinə. Buna adekvat, dərhal cavab, münasibət bildirilsəydi, bu təbii ki, bu hüquq mühafizə orqanlarına qarşı da hər hansı bir fikrin formalaşmasının qarşısını alacaqdı. İkinci bir məsələ. Biz müstəntiqləri niyə ədalətsiz insan kimi qəbul edirik? Axı bu müstəntiqlər hamısı bizim öz doğmalarımız, yaxınlarımız, əmioğlu, dayıoğlu, xaloğlu, bunlardır da müstəntiqlər. Bizim içimizdən biridir. Bu içimizdən biridir. İkinci bir tərəfdən ədalətsizliyi kimlər qəbul edir? Məsəl üçün biri vurub digərini öldürüb. İndi siz təsəvvür eləyin. Burada iki tərəf var da. Təqsirləndirilən tərəf və zərər çəkmiş tərəf. İki tərəfdən biri təbii ki, müstəntiqdən narazı qalacaq. İndi müstəntiq, belə deyək, təqsirləndirilən şəxsə 2-3 maddəni verəcəksə, ağır maddələr, təqsirləndirilən şəxsin qohumları müstəntiqdən narazı qalacaq. Və yaxud da biraz yüngül maddə verəcəksə, zərər çəkmiş tərəf narazı qalacaq. Son nəticədə müstəntiqin peşəkarlığı burada harda bilinir? Tərəflərlə dil tapmaqda. Bunun özü çox böyük bir istedaddır. Ağıllı müstəntiq tərəfi heç vaxt özündən narazı salmalı deyil. Mənim şahidi olduğum müəyyən faktlar var. Məsəl üçün, mən gözümün şahidi olmuşam ki, zərər çəkmişə elə bir münasibət göstərilib ki, amma müstəntiq haqlı olub. Qanunu tətbiq etməkdə haqlı olub. Amma onun ağzından çıxan bir söz onu zərər çəkmişin gözündə düşmən eləyib. Və zərər çəkmiş deyib ki, mənim işimi kim aparır, aparsın, həmin müstəntiq aparmaz. Çünki onun ağzından bir söz çıxıb ki, get hara istəyirsən şikayət elə. Ona görə müstəntiq son dərəcədə çalışmalıdır ki, tərəflərlə dil tapsın. İstəyir zərər çəkən olsun, istəyir təqsirləndirilən, yəni tərəfi inandırmağa bacarmalıdır. Və o bayaq dediniz, bir dənə məsələ ki, müstəntiqlərə qarşı niyə bir cəmiyyətdə mövqeyi var və müstəntiqin həmişə işi, əziyyəti müəyyən proqramlarda, müəyyən verilişlərdə müzakirəyə çıxıb qiymətləndirilməlidir. Heç kəs elə bilməsin ki, müstəntiq elə adam tutmağa nə var ki, bir dənə qərar yazırsan, adam tutursun. Bu belə deyil. Ən qatı cinayətkarı tutmaq belə ağırlı bir prosesdir. Əziyyətli bir prosesdir. Onu dindirmək, vəkillə təmin etmək, ekspertizadan keçirmək, ekspert rəylərini ona elan eləmək, üzləşmələr, hadisə yerinin müayinəsi, eksperiment keçirmək, bunlar hamısı istintaq hərəkətləri, hamısı cinayət prosessual məcəllərin tələblərinə uyğun aparılmalıdır. Bunlar, yəni bu elə bir qərar yazmaqla kimisə tutub, kimisə buraxmaq olmur. Bunların hamısı tələblərə uyğun, yəni təhsil aldığınız zaman öyrədilən şeylər və praktikada öyrədilən şeylərlə üst-üstə düşürmü, yoxsa öz taktikaları belə deyim də, hər bir müstəntiqin öz təcrübəsinə əsaslanaraq elədiyi bir praktikalar varmı? Burada hansı qanun çərçivəsində olur bunlar? Bütün bu istintaq hərəkətləri cinayət prosessual məcəllərin tələblərinə uyğun aparılmalıdır. Ən zəif müstəntiqdə, ən peşəkar müstəntiqdə məhz qaydaları düzgün tətbiq etməlidir və o qaydalar cinayət prosessual məcəllədə olduğu kimi yazılıb. Yəni müstəntiq ona riayət etməlidir. Burada ola bilər, siz mühüm işlər müstəntiq olasınız, mən stajyor müstəntiq olam. Amma bizim tətbiq etdiyimiz qanun və yerinə yetirdiyimiz prosessual hərəkətlər vahid məcəllə ilə tənzimlənir. Biz ondan kənara çıxa bilmərik. Amma praktikada çıxılırmı? Təbii ki, praktikada çıxılır. Bax, mən sizə adi bir misal deyim. Ağır bir hadisə olub, əslində qalanda hadisə yerinə baxış protokolu elə hadisə yerinin özündə yazılmalıdır. Amma çox vaxt görürsən ki, müstəntiq müəyyən məlumatları götürür, qeydləri aparır, gəlir onu xidmət otağında yazır. Bu qanundan kənara çıxmaqdır. Bəzən belə hallara görürsən ki, yol verilir. Məsəl üçün, hadisə yeri deyək ki, yağışlıdır, hadisə yerində hava soyuqdur, orada protokol yazmağa çöldə şərait yoxdur. Yəni, bəzən görürsən ki, prosessual şəxs, hansı ki, istintaqa prosessual rəhbərliyi həyata keçən prokuror da buna şərait yaradır və yaxud göz yumur. Əsas odur ki, işin mahiyyəti
mahiyyətinə ziyan gəlməsin. Amma bəzən görürsən ki, prosessual pozuntulara yol verilir. Bugünkü cəmiyyətdə ən çox yayılan fikir müstəntiq hər şeyi əvvəlcədən bilir, sadəcə sənəddə onu sübut eləməyə çalışır. Bayaq dediyimiz bu Gəncə məsələsində də siz dediniz ki, onlar əvvəlcədən bilirdi, sadəcə susmuşdu. Bəs sizin təcrübənizdə bu nə qədər realdır? Yəni hüquq sistemində şəffaflıq azdır, yoxsa insanların gözləntiləri çoxdur? İnsanların gözləntiləri çoxdur. Müstəntiq əvvəlcədən heç nə edə bilmir. Təsəvvür edin ki, bağlı bir ölüm işidir, qətl baş verib. Müstəntiq əvvəlcədən necə bilsin ki, bunu kim öldürüb? Qismən prosesin bir neçə etapında artıq Bilirsiniz, müstəntiqdə müəyyən şübhələr ola bilər. Amma o şübhələrin olması hələ o demək deyil ki, elə cinayəti bu adam törədib. Mən bu haqda mətbuatda danışmışam. Qarant Holding şirkətinin departament müdürü vardı, Natavan xanım Əliyeva. O yaşadığı evdə öldürülmüşdü. O hadisə yerinə mən hadisə yerinə gəlmişdik. Orada bir neçə gündən sonra bizdə şübhələr yarandı ki, bunu elə öz mavini qətlə yetirib. Çünki mavini hadisə baş verən gecə həm onun evin yanına gəlmişdi maşınla. Biz video görüntülərə baxırdıq. Ora daxil olmuşdu və 1 saatdan sonra həmin istiqamətdən çıxmışdı. Amma o adam bunu boynuna almırdı ki, mən getməmişəm ora. Bu bizdə şübhə yaradırdı ki, elə qətli törədən də budur. Amma sonradan biz hətta ondan dəfələrlə söhbət elədik. Hətta artıq o verilən suallar qarşısında aciz qalmışdı. Hətta ağlayırdı, hiss eləyirdi ki, bunda nəyisə gizlədir. Amma sonradan bir az da işləndikdən sonra məlum oldu ki, bu qətl hadisəsini heç bu törətməyib. Bu qətli törədib onun evində işləyən fəhlə, mebel ustası. Amma bunun ora getməsi isə tamam başqa bir məsələ ilə bağlı idi. Bu bəli, həmin istiqamətdə getməyi bizdən gizlədirdi. Onun da müəyyən səbəbləri var idi. Amma yenə deyirəm ki, mən əvvəldən ssenari yazmıram ki, mən biləm ki, bunu filan kəs eləyib. Hər hansı bir ssenari burada yoxdur. Mən sizə tam əminliklə deyirəm. Onun ki, kimlər ki, deyir ki, bu elə əvvəldən bilinirdi, bu yalan söhbətdir. 100-dən 1-2 işdə hansı formadasa ola bilər ki, sənin başın üstündə duran rəhbər sənə qanunsuz göstəriş versin. Bəli, bu faktlar ola bilər. Amma ağıllı müstəntiq heç vaxt buna getmir. Mənim yadıma gəlir, Bayılda bir jurnalist 4-5 nəfər tərəfindən döyülmüşdü. Əliyev Rasim. Və döyüləndən sonra xəstəxanada ölmüşdü. Həmin vaxt çox böyük sensasiya doğurdu bu iş. Və onu döyən adamların hamısı həbs olundu. Və bir nəfər də futbolçu Cavid Hüseynov. Azərbaycan milli komandasının həmin vaxt kapitanı idi. Qəbələ futbol klubunda oynayırdı. Məsəl üçün, orada həmin vaxt prokurorluğun rəhbərliyinin mövqeyi var idi ki, bu adam həbs olunmalıdır. Göstəriş verən bu adamdır. Və cəmiyyət hesab edir ki, bu adam həbs olunmalıdır. Təbii ki, indiki rəhbərlik olsa ona heç vaxt icazə verməzdi. O vaxt mən ona kəskin etiraz edirdim ki, bu adamın bu işdə günahı yoxdur. Amma nə olsun ki, hansısa formada qanunsuz bir göstəriş verildi, o adam həbs olundu. Və sonradan düzdür, apellyasiya məhkəməsi onu buraxdı. 100-də 1 belə bir hadisələr ola bilər. Bu da yenə deyirəm ki, sənin üzərində olan rəhbərlik edən şəxsin öz hüquq düşüncəsindən irəli gələn məsələdir. Sizə qarşı sürülən ittiham dərəduzluq, səlahiyyətdən sui-istifadə, etibardan sui-istifadə və bugün həmin prosesə geriyə baxanda ən böyük ibrət dərsiniz nə oldu? Valla bu haqda mən dəfələrlə yazmışam, amma birinci dəfədir ki, belə video müsahibə şəklində danışıram. Mənə qarşı olan haqsızlığı bütün hüquq mühafizə orqanları bildi. Respublika prokurorluğunun bütün müstəntiqləri, bütün prokurorlar, yəni bunlar hamısı bildi ki, bu bir nəfərin hansı ki, səlahiyyətdən sui-istifadə edən elə həmin şəxsin özü idi, keçmiş Bakı şəhər prokuroru və padşah qanunlarından idarə eləməklə bu adam çalışırdı ki, öz nüfuzunu qaldırsın. O da həmin vaxt Bakı şəhər prokuroruna təzə gəlmişdi. Bir məsələni mən sizə deyim ki,
bütün müstəntiq, elə bir müstəntiq yoxdur ki, ondan kimsə şikayət eləməsin. Ümumiyyətlə dediğimiz- Azərbaycanda elə bir müstəntiq yoxdur ki, yəni onun karyerası ərzində ondan şikayət olmaz. Əgər məndən bir nəfər şikayət eləyibsə, hansısa formada bu ölkənin baş prokuroruna pişirdilmiş formada, qərəzli şəkildə məruzə olunursa, demək o məruzəni eləyən adam vicdansız adamdır. Demək o məruzəni eləyən adam o vəzifəyə layiq olmayan adamdır. Mən sizə tam səmimi deyirəm. Bakı şəhər prokuroru Əziz Seyidovun dövrü olsaydı, ümumiyyətlə orada heç baş prokurora nəyisə məruzə eləməyə ehtiyac yox idi. Çünki adamlardan biri məndən şikayət eləmişdi və haqsız bir şikayət idi. Sadəcə olaraq Bakı şəhər prokuroru təzə gəldiyinə görə özünü prokurorluqda digərlərinə sübut eləmək üçün və qərəz nümayiş elətdirərək bu proseslərə getdi. Və düzdür, mən sonda Ali Məhkəmənin qərarı ilə bəraət aldım. Dövlət mənə kompensasiya ödədi, Maliyyə Nazirliyi. Amma mənim prokurorluq karyeramın qarşısını aldı. Bu gün də yenə deyirəm ki, ilahi ədalət var. O insan özü də bir neçə gün bundan qabaq cənab prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olundu. Və mən illərdir deyirəm ki, bu adam tabeliyində olan adamları söyür, təhqir eləyir və bunu yazmışam da. Bu gün də məlum oldu ki, o işlədiyi digər orqanda da həmin tədbirləri həyata keçirib, kimlərisə söyüb, təhqir eləyib və bu da cənab prezidentə məruzə olundu və prezident çox onun barəsində haqlı qərar qəbul elədi. Və ilahi ədalət gəldi, öz yerini tapdı. Bəs bəraət qazandınızsa, əgər bu ittihamlar ləğv olundusa və sizin haqqınızda təmizdir, niyə qayıtmağı düşünmədiniz? Yoxsa bu proses olaraq mümkün deyil? Həm o proses biraz çətin prosesdir. İkincisi də mən sizə tam səmimi deyim, mən artıq yazıçı kimi fəaliyyət göstərirəm və indən sonra mən bir daha o orqanda işləmək istəmirəm. Düzdür, mənim prokurorluq orqanlarına çox böyük hörmətim var. Orada mənim dostlarım var. Cənab Baş Prokuror Kamran Əliyev hətta o vaxt Korrupsiya Qarşı Mübarizə İdarəsinin rəhbəri olanda mənim başıma gətiriləni o özü çox yaxşı bilirdi. Və sadəcə olaraq onun da imkanları həmin vaxtda məhdud idi. Amma bu gün mən məsəl üçün yenə deyirəm ki, yazıcı kimi mən özümü daha xoşbəxt hiss edirəm. Çünki bu gün mən azadam, müstəqiləm, öz fikirlərimi ifadə edə bilirəm və hesab edirəm ki, indi daha xoşbəxtəm. İnsan ömrü də neçə ildən ibarətdir? 60 il, 70 il. Artıq mən o belə deyim də o istintaq aparmaq dövrümü artıq yaşamışam. İndən sonra istəyirəm ki, biraz sərbəst olum. Bu məsələlərin axırında ibrət aldığınız nə oldu? Nələri öyrəndiniz bu prosesin sonunda? Valla mən oradan ibrət aldığım, yenə deyirəm ki, mən nə eləmişdimsə, hesab edirəm ki, düz elədim və bunu yenə deyirəm ki, prokurorluqda hamı bilir ki, haqsızlıq mənə qarşı oldu. İbrət aldığım bir məsələ oldu ki, sadəcə dostumu, düşmənimi daha yaxından tanıdım. Mən hətta belə deyim ki, ən yaxın iş yoldaşlarım, bildiyim adamlar gördüm ki, necə riyakarcasına bu məsələdə hərəkətlər elədilər. Yəni belə deyim də, qorxularından söhbət tək bilirsiniz, var qorxmaq, var yaltaqlanmaq. Bunların arasında fərq bilirsiniz nədir? Bəzən görürsən ki, elə yerdə rəhbər adam işləyir ki, onun nə savadı olur, nə qabiliyyəti olur. Amma ətrafında yaltaqlar olur. Yəni onun gördüyü işə hamı yalandan bəhbəh deyir. Və bu adamın özünün savadı, qabiliyyəti olmadığına görə o cür yaltaqları sevir və hesab eləyir ki, bu hər şeydə düzdür və hər şeydə haqlıdır. Bax, biz sadəcə olaraq həqiqəti qəbul eləmək istəmirik ki, əslində bu adamın başı boşdur və yanındakılar da yaltaqdır. Bu məsələnin mahiyyəti budur. Sizin müstəntiq çalışdığınız dövrdə sizin üçün ən çətin nə idi? Cinayətin özünü araşdırmaq, yoxsa hadisənin arxasında olan insanın psixologiyasını anlamaq və
İndiyədək qarşılaşdığınız ən çətin iş hansı olub? Birincisi müstəntiq cinayət faktını araşdırmalıdır. Yəni o belə deyək də, cinayətkarı tapandan sonra artıq onun psixoloji tərəflərini araşdırır. Bax, bütün ölüm işlərində qatil aşkar olunub, həbs olunduqdan sonra ekspertizalar təyin olunur. Psixoloji və psixiatrik ekspertiza. Bu zaman o cinayətkarın orta məktəbdən tutmuş, universitet illərindən tutmuş, keçdiyi yol təhlil olunur. Onun qonşularına olan münasibəti, tələbə yoldaşlarından olan münasibəti və bunlar ifadələrlə bu məlumatlar toplanır və məhkəmə psixoloji ekspertizasına təqdim olunur. Bu artıq onun psixologiyasına müstəntiq tərəfindən verilən qiymətdir. Hansı ki, o ekspertizanın rəyini o götürür, əldə edir və cinayət işi materiallarına təqdim edir. Və bütün cinayət faktı araşdırılıb iş məhkəməyə göndəriləndə müstəntiq sonda təqdimat yazır. Cinayətin baş verməsinə gətirib çıxaran səbəb və şəraitin aradan qaldırılması haqqında. Tutaq ki, hərbi prokurorluğun müstəntiqi hansısa zabitin işini göndərib məhkəməyə. Tutaq ki, bu zabit vəzifə səlahiyyətindən sui-istifadə edib və ya tabe eləyində olan əsgərləri döyüb. Bu cinayət işinə hüquqi qiymət verilib, ittiham aktı məhkəməyə göndərilən ərəfədə hərbi hissə rəhbərliyinə təqdimat verilir. Cinayətin baş verməsinə gətirib çıxan səbəb və şəraitin aradan qaldırılması haqqında. Ki, bu təkrarlanmasın. Əlbəttə ki, bu təkrarlanmasın. Və burada həm də təbii ki, o cinayətkarın psixoloji durumu, onun keçdiyi yol, bunlar hamısı ona gətirib çıxardan o şərait, həmin mühitin aradan qaldırılması, bunlar hamısı o təqdimatda yazılır. Və bizim üçün də ən birinci müstəntiq üçün psixologiyasından, cinayətkarın psixologiyasından daha çox cinayətin nəticəsinə verilən hüquqi qiymət əsasdır. Müstəntiq, yenə deyirəm ki, psixoloq deyil ki, ona psixoloji cəhətdən yanaşsın. Onun əsas vəzifəsi psixoloji ekspertiza təyin edib, psixoloji ekspertizanın rəyini almaqdır. Amma müstəntiq psixoloq deyil ki. Amma təbii ki, o dindirmələrdə, o istəyir cinayətkarın dindirilməsi olsun, zərər çəkənin dindirilməsi olsun, hər bir halda onun psixoloji tərəfini də qiymətləndirməlidir. Təcrübə ilə bunu əldə eləyir də istər-istəməz. 100%. Bu şeylər hamısı təcrübə ilə əldə olunur. Bu nəzəriyyə ilə əldə oluna bilməz axı. Nəzəriyyə ilə hansı qanunu tətbiq etmək lazımdır? Hansı qanunu hansı məzəllədə axtarmaq lazımdır? Hansı maddə məzəllənin hansı hissəsindədir? Nəzəriyyə sənə bunları öyrədir. Amma praktika tamamilə o nəzəriyyə üzərində formalaşan və sənə yenə deyirəm ki, o işi başa çatdırmağa kömək edən amil, bunlar hamısı praktikadır. Və o işi nə cür başa çatdıracaqsan, hansı peşəkarlıqla başa çatdıracaqsan, bunlar hamısı praktikada formalaşır. Amma yenə deyirəm ki, o əsas o bazis nəzəriyyədir. Praktika üst qurumdur. Qarşılaşdığınız ən çətin iş hansı olub? Çətin işlər təbii ki, çox olub. Ən çətini adlandıra biləcəyiniz? Ən çətin adlandıra biləcəyim bəzən elə işlər olurdu ki, orada insanın vicdanı sızıldayırdı. Amma sən faktiki qərar qəbul etmək məsuliyyətinin altına girirdin və məcbur idin ki, o qərarı qəbul edəsən. Belə işlər necə olurdu? Məsəl üçün, siz təsəvvür eləyin ki, postumuz yerləşir hansısa bir dağın başında. Orada nə elektrik var, nə belə deyək, şərait var. Təbii ki, mən sizə bir 15-20 il bundan qabaqki vəziyyəti izah etmək istəyirəm. Və bəzən görürdün ki, postda duran komandir, tağım komandiri əsgərə göstəriş verirdi ki, məsəl üçün, gedin meşənin odununu qırın, gətirin. Ağaçları kəsin, gətirin, posta yandırırdı. Və yaxud da görürdün ki, əsgərlərə axı maaş verilir. Hə. Aylıq, tutaq ki, 15-20 manat. Və bu başlayırdı, məsəl üçün, əsgərlərin pulunu yığırdı, hətta öz maaşından da qoyurdu ora. Post remont eləyirdi. Həm sement alırdı, ora taxta alırdı, nə bilim, hansısa bir istilik özündən, məsələn, peç alırdı.
Və məlum olanda ki, bunları əsgərlərin pulunla eləyib, ona cinayət işi qaldırılır. Cinayət Məcəlləsinin 341-ci maddəsi. Vəzifə səlahiyyətindən sui-istifadə etmə. Amma vicdanla, ədalətlə götürəndə, axı bu pulu yığıb evinə aparmayıb, özünə xərcləməyib. Bunu əsgər üçün xərcləyib. Bax, bu şeylər adamın mənəvi cəhətdən çox incidirdi. Və yaxud da gördün ki, meşəni qırdırıb, gətirib, peşdə tutaq ki, odun əvəzinə yandırıblar. Bir gördün ki, meşə idarəsi akt göndərirdi prokurorluğa. Ki, meşə qırılıb, meşə bir belə ziyan deyib. İndi gəl buna cinayət işi qaldır. Bu əskəri Meşələrin qırılması xeyli miqdarda ziyan vuranda axı bu cinayət faktıdır. Qanun tələb eləyir ki, sən cinayət işi qaldırmalısın. Amma bir tərəfinə də baxanda bu meşəni qıran əsgər, buna göstəriş verən komandir, bunlar neyini? Bu donmamaq üçün meşəni qırıb gəlib satmaq niyyəti olmuyor. Satmaq niyyəti yoxdur da. Bunu yandırıb qızını postda, dağın başında hansı ki orada o vətəni qoruyur, dövləti qoruyur. O vaxt belə şeylər çox idi. Və biz imkan daxilində göz yummağa çalışırdıq. Amma hər faktda da göz yummaq olmurdu axı. Bir də gördün ki, məsəl üçün meşə idarəsi sənə yazmaqla bərabər prezident aparatına da yazırdılar, Respublika prokurorluğuna yazırdı. Məcbur idin ki, sən ona qərar qəbul edəsən. Ortada əziyyət çəkən kim idi? Məsəl üçün o meşəni qırdıran zabit. Və bunlar insanı məsəl üçün mənəvi cəhətdən çox incidirdi. Amma belə apardığımız çox ağır işlər olub. İndi elə işlər var ki, mən onu efirdə danışmağım düzgün deyil. Amma çox acınacaqlı, çox dəhşətli işlərin içərisində olmuşuq. Amma məsəl üçün o efir üçün deyil, mən onu söyləməyim də düzgün deyil. Çünki sizin veriliş kifayət qədər nüfuzlu verilişdir və hesab edirəm ki, yəni bir balaca diqqətli olmalıyıq bu şeylərdə. Bayaq biraz psixologiyadan danışdıq. İstəyirəm o mövzunu davam etdirək. Cinayətkarların törətdiyi cinayətlərin arxasında bəzən sosial şərtlər, yoxsulluq, travmalar dayanır, hansı ki, uşaqlıqda olan travmalar. Bayaq siz də vurğuladınız ki, onun hətta məktəb vaxtından həmin dövrə qədər olan, ətraflı olan münasibətləri və s. bunların hamısı araşdırılır. Belə bir sual vermək istəyirəm. Sizcə insanı cinayət törətməyə vadar edən əsas amil nədir? Və daxili psixoloji problem yoxsa sosial mühiti? Hansı daha çox rol oynayır? Ən çox sosial mühitdir. Bütün cinayətləri təhlil eləyəndə iki qrupa ayırmaq olar da cinayətləri. Biri sosial məsələdir, maddi tələbatdır. Bax, bütün iqtisadi, mülkiyyət əleyhinə olan cinayətləri götürək. Oğurluq, quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, bunlar hamısı iqtisadi maraqlardan irəli gələn cinayətlərdir. Yəni, insanın varlanmaq istəmək həvəsi, dolanışığı, bu cinayətlərə gətirib çıxaran amillərdən biri budur. Digəri isə psixoloji, indi elə cinayətlər var ki, mənim məsəl üçün praktikamda bir dənəsi olmuşdu, sizə danışım. Bu hadisə Nardaranda baş vermişdi. Demək, gənc oğlanlardan biri bunun sevdiyi qızla, başqa bir oğlan bu qızla hansısa münasibəti olub, bunu da bu oğlan bilib, sonra bunlar telefonda danışıblar, bir-birini görüşə çağırıblar. Görüş yeri hara olub? Nardaran. Bu da gedib bir dostuna deyib bu məsələni ki, bəs qız üstündə söhbətə gedirik, bəs sən də gəl mənimlə. Bu dostu da başqa bir adam götürüb, bunlar 3 nəfər. Gedəndə deyib ki, Nardarana gedirik, gəl cibimizə bıçaq qoyaq. Bunlar üçü də bıçaq götürüblər üstlərində. Gediblər Nardaranda bu söhbəti Nardaran uşaqlarla eləyiblər və bu söhbətin axırında bu 3 nəfərdən biri səhv çıxıb, hansı ki, bu söhbətə digər dostlarını dəvət eləmişdi. Səhv çıxanda bunun özünlə gedən dostu bununla mübahisə eləyib ki, sən səhv söhbətə məni niyə gətirmirsən? Və bir zərbə ilə düz onun ürəyinə vurmuşdu. Öz dostunun. Ki, sən məni səhv söhbətə gətirmirsən, bu söhbətdə biz səhv çıxdıq. Və orada da ölmüşdü. Məsəl üçün, o cinayət işin istintaqını aparanda mən o təqsirləndirilən şəxslə dəfələrlə təmasda oldum və mən ondan soruşuram, sən öz dostunu niyə öldürdün? Lap sənin dostun səhvdir bu söhbətdə. Buna görə adam öldürmək olmaz. Deyir ki, yox, bizim məhəllədə
Mən gedib digər uşaqlar var. Onlar bildilər ki, mən bu söhbətə gəlirəm. Yəni ola bilməz ki, mən səhv olan söhbətə gedim. Mən orada deyir hərəkətimi eləməli idim. Və mən bunun keçmişini araşdıranda görürəm ki, bəli, bunun uşaqlığı travmalı olub. Bunun atası tez rəhmətə gedib, bu anasının himayəsində qalıb, əziyyətlə böyüyüb. Digər indi orada müəyyən başqa məsələlər var, mən onu asmaq istəmirəm. Yəni bunun uşaqlığı travmalı keçib. Və bu hər yerdə çalışır ki, özünü sübut eləsin, özünün şəxsiyyətini sübut eləsin ki, mənim şəxsiyyətim bax bu cürdür. Düzəm. Düzəm. Və düzdür, sonradan o çox peşman olmuşdu. Hətta onun anası da mənim gözümün qabağına gəlirdi ki, yaşlı bir qadın idi, o da oğluna görə çox. Yəni baxın indi görün nəyin üstündə qatil oldu bu? Heç nəyin üstündə. Burada nə sosial məsələ deyil bu, nə burada hansısa bir ehtiras məsələsi deyil və yaxud da hansısa bir bu sadə bir şeyin üstündə. İnsan görür nəyin üstündə qatil olub? Heç nəyin üstündə. Bəzən görürsən ki, bax belə şeylər də gətirib ağır cinayətə çıxardır. Ona görə də bax biz uşaqlarımızın beynindən, gənclərin beynindən, xüsusilə bu bilirsiniz, universitetdə tələbələr aşılanmalıdır, yuxarı sinif şagirdlərin aşılanmalıdır. Yəni bu cür söhbətlər, dırnaqarası razborkalar, bunların hamısının axırı uçurumdur. Yəni bu dırnaqarası qaqaş söhbətləri, nə bilim dırnaqarası razborkalar, yəni dəfələrlə demişəm, nə bilim oğru qanunları, ideyalar, bunlar boş havadır hamısı. Və sonda insanı uçuruma aparır. Dörd divar arasına aparır. Ona görə də gənclər bütün fikrini, zikrini, yəni məqsədləri də odur. Məqsədli şəkildə, bəli, bəzən görürsən ki, bu təbliğ olunur. Bir arada o mahnılar çıxmışdı. Evet. Siz də bilirdiniz onu. Amma insanlar çalışmalıdır ki, gəncləri təhsil almağa yönəltsinlər. Yəni o kitabdan yapışan adam, kitab oxuyan adam heç vaxt bu söhbətlərə yetməyəcək. Azərbaycanda məhkəmədə rejissor işi, siyasi element, kimisə qorumaq, kimisə batırmaq deyə fikirlər çox səslənir və bu fikirlər nə dərəcədə reallığa uyğundur? Baxın, müstəntiq cinayət işi materiallarını bəzən görürsünüz ki, göndərəndə məhkəməyə təqsirləndirilən şəxsə deyir ki, ola bilsin ki, mən sənə artıq maddə vermişəm. Amma məhkəmə bunu çıxacaq. Mən məcbur olub sənə bu maddəni vermişəm, amma narahat olma. Məhkəmə ədalətli qərar qəbul edəcək. Bəzən görürsən, praktikada biz bundan rastlaşırıq. Yəni, prosesin sonraki mərhələsinə atır ədaləti ki, ədalət orada öz yerini tapacaq. Və insanlarda məhkəmələrə üz tutanda hesab edir ki, hakim ədalətli qərar qəbul edəcək. Bax, bugün mən tam sizə səmimi deyirəm. Azərbaycanda yeni formalaşdırılan məhkəmə korpusu var. Hakimlər korpusu var. Get-gedə bu ədalət tərəzisi düzəlir. Düzəlir. 10 il bundan qabaq belə vəziyyət yox idi. Yəni 10 il bundan qabaq və yaxud da elə yaxın 5 ili götürək. Cinayət işi məhkəməyə hansı qaydada gəlirdisə, hakimlərin əksəriyyəti ittiham aktını olduğu kimi hökmə köçürürdü. Yəni cümlə. Hətta biz bəzən görürdük ki, məsəl üçün, ittiham aktında olan texniki səhvlər, müstəntiqin buraxdığı texniki səhvlər keçirildi. Olduğu kimi hökmdə də göstərilib. Bu onu göstərir ki, hakim özünə əziyyət vermədən ittiham aktını flaşkarda götürürdü və onu hökmə köçürürdü. Bilməyərəkdən o texniki səhvlər də gedirdi orada. Bəzən gördün ki, adamın ad familiyası səhv gedib. Bundan xəbər verirdi ki, bu olduğu kimi köçürüb. Amma son məhkəmə qərarını oxuyanda görürəm ki, artıq yanaşma fərqlidir. Artıq ittiham aktında olduğu kimi yazılmır. Artıq hakimlərin konkret işə mövqeyi var. Bəzən görürsən ki, bir sübut digərini təkzib eləyir. Hakim buna qiymət verməlidir. İşdə həm bəraət verici sübut var, həm ittiham edici sübut var. Əgər sən ittiham hökmü çıxardırsansa, bəraət verici sübutu inkar edən dəlilləri göstərməlisən. Mən niyə bəraət vermirəm və bu sübutu qəbul eləmirəm, bəraət verici sübutu? Siz onun üstündən keçə bilməzsiniz. Hakim ona qiymət verməlidir ki, bax bu sübutu mən ona görə sübutlar siyahısından çıxardıram və yaxud bu sübut digər bu sübutlarla təkzib olunur.
Amma əvvəl belə idi ki, heç o sübuta qiymət vermirdilər. Elə ittiham nə gəlib onunla da hökm çıxardırdılar. Amma mən sizə tam səmimi deyirəm ki, məhkəmədə hansısa ssenari ki, indi görürük də, bəzən görürsüz ki, nə qədər bəraətlər olur. Hakimlərdə təbii ki, müstəqillər, mənim indi hakim dostlarım var. Mən məsəl üçün onlardan soruşuram, deyir, məsəl üçün məhkəmənin sədri, ümumiyyətlə mən tərəfdarıyam ki, məhkəmədə sədr vəzifəsi ləğv olunmalıdır. Və işlər hakimlər tərəfindən sədrə məruz olunmalı deyil. Hakim, məhkəmələr və hakimlər haqqında qanun var. Azərbaycan Respublikasının konstitusiyası var. Hakim qərar qəbul edəndə müstəqil olmalıdır. Hakim əgər gedir işi məhkəmə sədrinə məruz eləyirsə və o sədr hansısa formada işə müdaxilə eləyirsə, demək hakimin müstəqilliyi şübhə altına alınıb. Ona görə də sədr vəzifəsi yox, hansısa bir vəzifə olmalıdır ki, o işlər gələndə o işləri bölüşdürsün, onunla da vəzifəsi başa çatsın. Hətta ABŞ-da bildiyim qədərilə məhkəmələrdə insanlar var, hansı ki seçilir cəmiyyətə, O antlı iclasçılardır. Bizdə də qanunda var idi. Antlı 12 nəfər iclasçı olurdu və onlar hakimlə bərabər rəy verirdi. təqsirlənən şəxsi dinləyirdilər, onların da rəyi nəzərə alınırdı. Amma sonra bizdə o qanunda o antlı iclasçılar məsələsi ləğv olundu. Əslində qalanda mən biraz da bunun tərəfdarıyam ki, düz ləğv olundu. Çünki siz hansısa bir mühəndisi gətirib orada oturursunuz və o işi dinləyir. Amma onun hüquq savadı yoxdur, hüquq təhsili yoxdur. O daxili inamla qərar verir. İnsanlıqla baxır. İnsanlıq, vicdan, daxili inam. Amma hakim hüquqşünas da, hakim hüquqi faktlara qiymət verməlidir. Yəni elə sübut var ki, sən baxırsan ki, hakimsən. Antlı iclasçı onu bilmir. O elə deyir ki, hə burada bu sübut var. Amma hakim işə baxanda görür ki, o sübut Cinayət Prosessual Məcəllənin tələbləri pozulmaqla əldə olunub. Demək nədir o sübut? Etibarsızdır. Bunu hüquqşünas olan hakim bilir, amma antlı iclasçı onu bilmir. Ona görə yenə deyirəm ki, zamanla mən hesab edirəm ki, məhkəmə sədri institutu da ləğv olunacaq. Çünki bu dəqiqə hakimlərin müstəqilliyinə yeganə xələl gətirən institut məhkəmə sədri institutudur. Hansı ki, hakimlər bütün işləri onlara məruz eləyir. Bax, bu institut ortadan qaldırılmalıdır. Hakim onda tam müstəqil olacaq. İctimaiyyətə üst tutub sistemi tənqid edənlər sistemin içinə girəndə dəyişirlər demişsiniz. Sizcə sistem insan dəyişir, yoxsa insan sistemə uyğunlaşmaq üçün dəyişir? Əslində qalanda mən onu elə demişəm ki, baxın, tutaq ki, kimsə müstəntiqi tənqid eləyir. Amma o gedib hüquq fakültəsinə qəbul olub, gəlib özü müstəntiq işləyəndə görür ki, bu haqsız tənqid olub və sizin tabeliyinizdə rayon prokurorluğu müstəntiqləri var. Bu prokurorluqda məsəl üçün sistem belə qurulub ki, yuxarı prokurorun göstərişi aşağı prokuror üçün və müstəntiqlər üçün məcburidir. Bunu qanun tələb eləyir. Bax, bu sistemi formalaşdırıb. Siz indi təsəvvür eləyin ki, bu sistemdən xəbərsizsiniz. Siz kənardan bu sistemi tənqid eləyirsiniz. Amma bu sistemi nə prokuror qurmayıb, nə müstəntiq qurmayıb. Bu sistem qanunla qurulub. Və sizin hüquqi savadınız olmadan o sistemi tənqid eləməyiniz, tutaq ki, indi orada da prokuror müstəntiqinə göstəriş verir də. Amma təəssüf edirəm ki, bu dəqiqə bizim göstərişlərin 99% şifahidir. Amma göstəriş şifahi ola bilməz qanunla. Yazılı. Göstəriş mütləq yazılı olmalıdır. Prokurorun müstəntiqə verdiyi tapşırıq, göstəriş mütləq yazılı olmalıdır. Amma bizdə hər şey şifahidir. Bu da qismən başa düşüləndir, çünki prokuror daha təcrübəlidir. Hər işdə göstəriş vermək işi də biraz belə deyim də ləngidir. Korporativ mühitə biraz sıxır da, yəni ancaq Bəli, yazışmalar. təsəvvür eləyin ki, müstəntiq tutaq ki, prokurora zəng eləyir daxili telefonla ki, mən gedirəm istintaq eksperimenti keçirməyə filan işlə bağlı. Prokuror məsəl üçün ağıllı prokuror deyir ki, məsəl üçün adi prokuror deyir get. Ağıllı prokuror nə deyir? O getməmişdən qabaq deyir gəl bura. Çağırır yanına. Ekspert götürmüsən, mütəxəssis götürmüsən, video kamera götürmüsən, fotoqraf götürmüsən, kriminalist götürmüsən özündən. Yəni bu
bunu deməklə müstəntiqi o prosesə hazırlayır və onun yadından çıxardığı şeyləri onun yadına salır. Təsəvvür edin ki, müstəntiq gedib eksperiment keçirir. Gələndən sonra məlum olur ki, bu özündən tutaq ki, kriminalist götürməyib. Və yaxud da video çəkiliş aparmayıb. Amma ağıllı prokuror, o biz deyirik, o göstəriş. Bu artıq göstəriş deyil. Bu artıq təcrübəni onunla bölüşməkdir ki, sən belə getməlisən. Amma kənardan baxan bunu bilmir axı, bu sistemi bilmir. Ona görə o deyirik, kənardan baxana həmişə döyüş asant gəlir. Amma döyüş asant deyil. O döyüşü eləmək üçün qaydalar var. O qaydaları bilmək lazım. Son olaraq bu qədər təcrübə, bu qədər iş, belə bir sual vermək istəyirəm. Əslində sualım mənəvi sualdır. Sizdən həqiqət sözünə tərif istəyəcəm. Sizcə həqiqət nədir? Mənə elə gəlir ki, həqiqət hamının arzulamadığı, amma sonda gəlib çıxdığı nəticədir. Həqiqət acıdır. Biz çox vaxt həqiqəti qəbul eləmək istəmirik. Amma yalanla da çox getmək olmur. Yalanla da bir yerə qədər gedirsən. İstintaqda da belədir, məhkəmədə də belədir. Şahid ola bilər ki, hətta qanun bilirsiniz nə deyir? Qanun insanın yalan danışmaq xarakterini bilir. Bu artıq qanuna da salınıb bu. Və deyir ki, məhkəmə hökmü çıxana qədər şahid həqiqəti danışa bilər. Yəni sən istintaqda yalan danışmısan. Amma qanun sənə imkan yaradır ki, məhkəmə hökmü çıxana qədər gəl həqiqəti məhkəmədə denən. Mən sənin o ifadəni nəzərə alacağam. Hətta görürsünüzmü? Qanunda da bu var. Sonda insan həqiqətə gəlib çıxır. Yenə deyirəm ki, bu hamının arzulamadığı, hamının istəmədiyi, hamının qəbul etmədiyi, hamının qaçdığı bir anlayışdır. Amma sonda gəlib çıxdığımız nəticədir. Çox sağ olun gəldiniz. Çox sağ olun bizimlə bildiklərinizi, təcrübələrinizi bölüşdünüz. Gələcək həyatınızda, karyeranızda bol-bol uğur arzu edirəm sizə. Mən təşəkkür edirəm sizə. Vaxt ayırdınız, zaman ayırdınız. Minnətdaram və sizə də uğurlar arzulayıram. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanalımıza abunə olmağı, videonu like etməyi və dostlarınıza paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.